Bir Yahudi cavan var idi Peyğəmbərin vaxtında. Aşıq olmuşdu Peyğəmbərə. Eşq cəzb eləmişdi onu. Hərdən gəlirdi, qaçırdı, gizlin gəlirdi Peyğəmbərin yanına ki, Peyğəmbəri görsün. Peyğəmbər də ona müəyyən işlər tapşırırdı ki, get, məsələn, bunu elə, onu elə. Belə bir rabitələri var idi. Peyğəmbəri görməyəndə darıxırdı. Elə müsəlman İslamı da qəbul eləməmişdi. Elə öz dilində idi, amma Peyğəmbəri görməyən kimi ki, darıxırdı, gizlin qaçıb gəlirdi Peyğəmbəri görməyə. Peyğəmbər də ona müəyyən işlər tapşırırdı. Hər gün ya 2 gündən bir belə gəlirdi Peyğəmbərin yanına. Məhəbbəti var idi. Bir neçə gün oldu, bu cavan gəlmədi. Peyğəmbər soruşdu ki, o Yahudi cavan var idi, gəlirdi. O, haradadır o, niyə gəlmir? Dedilər, xəstələnib ya Rəsulullah. Peyğəmbər dedi, durun, gedək ziyarətinə. Gəldilər görüşünə, Peyğəmbər gəldi, gördü bu cavan ölüm yatağındadır. Bunun daha sonudur. Gəldi, oturdu Peyğəmbər onun başının üstündə. O gözünü açdı, baxdı ki, Peyğəmbər başının üstündə oturub. Bunun ziyarətinə gəlib. Xoşhal oldu, üzündə belə bir təbəssüm oldu, bir sevinc oldu. Peyğəmbər ona dedi ki, müsəlman olmursan, son anlarındır, daha qutarır sənin üçün. Müsəlman ol. Deyib, bu başını çevirdi, baxdı atasına. Bu cavan ki, yəni atam görürsən razı olar, olmaz, necə baxar, necə qəbul edir. Atası üzünü çevirdi o tərəfə. Yəni razı deyiləm. Peyğəmbər deyir, 2-ci dəfə dedi ki, axır anlarındır, müsəlman olursan, deyir, o yenə baxdı atasına. Gördü, yenə atası üzünü çevirdi. 3-cü dəfə Peyğəmbər dedi ki, müsəlman olursan, yenə cavan baxdı atasına. 4-cüdə Peyğəmbər dedi ki, day axırıncı dəfə deyirəm sənə. Baxın, fürsətlər belədir ya. Fürsət davamlı şəkildə gəlməz. Gələr, dəyərləndirdin. Tapdın anında onu. Başa düşdün ki, bu fürsət sənin üçün yaranıb, bu fürsətdən istifadə eləmək lazımdır, inkişaf elədin, təkamül, getdin qabağa. Başa düşmədin, o fürsətin qapısı bağlanır. Fürsət qapını çox döymür. Gərək ayıq olasan, ona görə qəflət çox pis şeydir. Çünki qəflət olanda, başa düşə bilmirsən, bu dəqiqə hansı fürsət sənin qapını döyür? Qəlbivin qapısına. İndi sənin Allaha tərəf getməyin üçün hansı fürsət yaranıb? Hansı şəraiti sənin üçün yaradıblar? Qəflət oldu, başa düşə bilmirsən. Hep bilmirsən, bu fürsətlər nə vaxt gəldi, nə vaxt getdi. Allah bir şeylər yaradır, sən görə bilmirsən. Peyğəmbər dedi, daha axırıncı dəfə deyirəm. Yəni bu fürsət sonuncudur. Mən sənin üçün bu fürsəti bir də yaratmayacağım. Özün bilərsən, dedi. Peyğəmbər dedi də özün bilərsən. Bu baxdı Peyğəmbərə dedi ki, əşhədu ennəkə Rasulullah. Mən şəhadət verirəm, sən Peyğəmbərsən. Deyir, elə bunu dedi, ruhu bədəndən ayrıldı, öldü. Peyğəmbər buyurdu, cəsəd özümüzündür. Götürün, biz aparıb dəfn edəcəyik. Bizim qəbirstanlığımızda dəfn olunacaq. Deyirlər, Peyğəmbər özü onun namazını qıldı. Peyğəmbər özü qəbrə qoydu. Özüm dedi, təlqinini oxuyacam onu. Özüm dəfn eləyəcəm onu. Bir insanın təlqinini Peyğəmbər deyə.